Salam müəllimlər, hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Demək müəllimlər, bu video izahında biz sizinlə DİM2-ci nəşrin informasiyanın kodlaşdırması və kompüter qrafikasının testlərinin bir izahına baxmış olacağıq. Gəlin, vaxt itirmədən testlərin izahına baxaq. Birinci sualdan davam edirik. Konferans zalında qonaqların əyləşməsi üçün 180 stol mövcuddur. Stolların hər birinin kodlaşdırılmaq üçün ən azı neçə bit lazımdır? Birinci sualı deyirəm. Birinci sualda deyir ki, 180 dənə stol var. 180 stol var. Mən həmin dəqiqə fikirləşirəm ki, 180-i 2-nin qüvvətlərinin ortasına necə sala bilərəm? 180 bax, 2-nin qüvvəti kimi göstərmək olmur. Mən o zaman 180-i 2-nin qüvvətlərinin ortasına sala bilərəm. Bax, 2 üstü 7, 128 verir. 2 üstü 8 də 256 verir. Demək ki, 180, 2 üstü 7 ilə, demək 2 üstü 7 ilə 2 üstü 8-in ortasında yerləşir. Demək, mən stulların hər birini kodlaşdırmaqdan ötürü mənə 8 bit lazımdır. Nəyə görə 2 üstü 7-ni götürmürəm? Çünki 180 2 üstü 7-nin, yəni 128-in içində yerləşə bilmir. Amma 180 yerləşir, 2 üstü 8-in içində yerləşə bilir. 2 üstü 8 neçədir bəs? 256-dır. Ona görə mən 180 stolu kodlaşdırmaq üçün mənə 8 bit informasiya lazım olmuş olacaq. Birinci sualda cavabımız nədir? D variantıdır. İkinci suala baxırıq. Görək ikinci sualda nə deyir? İkinci sualda deyir ki, demək, 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyinin minimal miqdarını müəyyən edin. Baxın, demək, 220-dən söhbət gedirsə, 220 müxtəlif rəngi. Yenə, rəng dərinliyi deyəndə ikinci sualdan söhbət gedir. Demək, Hartley düsturunu bilirik. Demək, burada Hartley yox, 220 müxtəlif rəngi kodlaşdırmaq. 220 müxtəlif rəng deyəndə böyük yen 220-dir. Ona mən balaca yen tapmaqdan ötürü 220 konkret hansısa bir 2-nin qüvvəti deyil. Ona görə də 220-ni 2-nin qüvvətlərinin ortasına salım. 220 yerləşir, demək 2 üstü 8 ilə, 256 ilə, 2 üstü 7-nin ortasında, 128-in ortasında. Mənə 220 demək, müxtəlif rəngi kodlaşdırmaqdan ötürü 8 bit lazım olasıdır. Baxıram ki, cavabda 8 bit yoxdur, amma mən bilirəm ki, 8 bitim nəyə bərabərdir? 1 bayta bərabərdir. Ona görə ikinci sualda cavabımız nə oldu? B variantı olmuş oldu. Sonra gəlirəm üçüncü suala. Üçüncü sualda deyir ki, demək, üçüncü sualda nə deyir? Üçüncü sualda deyir ki, qrafik redaktorlarına aid deyil. Qrafik redaktorlarına aid deyil. Yəni, baxıram. Qrafik redaktorlarına aid deyilsə, bu rasterdir. Yaxud da ki, 3D qrafikası iləndir. Baxıram, baxın, Paint, Adobe Freehand, sonra bu qrafik redaktorlarına aid hansılardır? Ya raster qrafik redaktoru olmalıdır, ya vektor qrafikası olmalıdır, ya 3D olmalıdır. Amma burada deyir ki, qrafik redaktorlarına aid deyil. Bax, Paint, Adobe Freehand'dir. Bax, bunlar nədir? Qrafik redaktorlardır. Biri rasterdir, biri vektordur. Ona görə bir yox. Aid deyil, bir aid deyil. Mənə aid olmayanı istəyir məndən. Bax, bir aid deyil. Sonra Oracle, OpenOffice, Write. Bunlar nədir? Bunlar ofis proqramlarıdır. Oracle VBS'dir, OpenOffice Write da nədir? Mətn redaktorudur. Yazı yazmaq üçündür. Corel Draw nədir? Corel Draw'ın özü də qrafik redaktorudur. Qrafik redaktorudur. MS Access nədir? OpenOffice proqramlarına aiddir, yəni VBS'dir. TuxPaint, PaintNet, bu da qrafik nə idi? Redaktorudur. Mənə deyir ki, qrafik redaktorlarına aid deyil. Olur cavabım 1, 4. 1, 4, qrafik redaktorlarına aid deyili, yox, aid deyilləri soruşur. Qrafik redaktorlarına aid olmayanlar
Qrafik redaktorlarına burada aid olmayanları soruşur. Aid olmayanları. Demək, Oracle-la OpenOffice aid deyil. Yəni Office proqramıdır. Bir də ki, MS Access aid deyil. Paint-dir, Adobe Freehand-dir, Corel Draft-dir, TuxPaint-dir, PaintNet-dir. Bunlar qrafik redaktorlarına aiddir. Aid olmayanlar Office proqramları 2 ilə 4-dür burada. Yəni cavab B variantıdır. Sonra gəlirik 4-cü suala. 4-cü sualda deyir ki, elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu necə adlanır? Analog rəqəmsal çevirici. Ona görə 4-də cavabım A variantıdır. 5-ci suala nəzər yetirirəm. 5-ci sualda nə deyir? 5-ci sualda deyir ki, 2048 simvoldan ibarət informasiyanın həcmi 213 bitdir. Bu informasiyanın kodlaşdırıldığı əlifbanın gücünü tapın. Baxın, mənim 2048 simvoldan ibarətdir deyir. Bu mənim SS-imdir. Demir ha, 2048 simvollu əlifba. Deyir 2048 simvoldan ibarətdir. Təkcə simvol sayını soruşur. Bu mənim 2048 simvol sayımdır. Həcmi də 213 bitdir. Bu da mənim haşımdır. Nə deyir məndə? Deyir bu informasiyanın kodlaşdırdığı əlifbanın gücünü tapın. Böyük yeni istəyir məndən. Böyük yeni nəyə bərabərdir? Böyük yeni bərabərdir 2 üstü i-yə. Kiçik i-yə. Mənim düsturum nə idi? Mənim düsturum, bax 5-ci suala diqqət eləyirik. Mənim düsturum simvolların sayı vurulsun əlifbanın i-biti bərabərdir həcm düsturum var idi. Mətin informasiyanı kodlaşdırmaqdan ötürü 2 dənə düsturum var idi. Biri vardı simvolların sayını vururdum əlifbanın i-biti bərabərdir həcm. Düsturumun biri bu idi. İkinci düsturum nə idi? Simvol sayı vurulsun əlifbanın i-biti vurulsun nə? Simvol sayı əlifbanın i-biti vurulsun sətir vurulsun demək nə? Sətir, səhifə bərabərdir nə? Həcm. İkinci düsturumda bu idi. Mənə amma burada baxıram ki, simvol sayı verilib. Bir də həcm verilibdir. Simvol demək məndən nəyə soruşur? İnformasiyanın kodlaşdırdığı əlifbanın gücünü, böyük yeni soruşur. Mən düsturumdan əvvəl balaca i-ni taparam, balaca i-ni. Sonra da 2-nin qüvvətini atmış olaram. Ona görə də mənə ikinci sual lazım deyil. Mənə elə birinci sual lazımdır. Birinci düstur lazımdır. Həmən düsturla yerinə yetirirəm. Demək 2048 simvol var. Mən SS-im bərabərdir 2048-ə. Həcmim də bərabərdir. Demək 213 bitə. Mənim düsturum buradadır. Baxın, buradadır. Mənim düsturum. İndi mən buradan i-ni taparam. Sonra e-ni taparam. Demək, burada yazıram. Bu düsturu təzədən yazdım səlqə ilə. Demək, mənim düsturum necə idi? Mənim düsturum h bərabərdir. Simvol sayı vurulsun əlifbanın i-biti. I-biti. İndi məndə simvol sayım nə qədərdir? 2048, yəni 211 vurulsun əlifbanın i-biti bərabərdir həcmimə. Həcmim nədir? 213 bit. Mən burada i-bitimi tapa bilərəm. I-bit bərabərdir. Demək, həcmim 213 biti mən bölürəm nəyə? Bölürəm 211-ə. 213-ü 211-ə böləndə qalır 202, yəni 4 nə? Bit. 4 bit. Gedib həmən dəqiqə 4-ü işarə eləməyin. Məndən nəyə soruşur? Mən tapdığım əlifbanın əlifbadakı demək bir dənə simvola düşən informasiyanın miqdarıdır bu i. Mənə böyük yen lazımdır. Böyük yen. Böyük yen nəyə bərabərdir? 2 üstü i-yə. Demək i-im neçə tapmışam? 4 bit. Onda olur 2 üstü 4, bu da eləyir nə? 16. 16 hardadır? A variantındadır. 5-də A variantı. Ümid eləyirəm aydındır. İndi keçirik 6-cı suala. Görək 6-cı sualda nə deyir? Deyir, qrafik təsvirinin hər bir rəngi 32 bitlə kodlaşdırılarsa, palitrada mümkün olan rənglərin maksimal sayı nə qədərdir? Demək, məndən nəyi soruşur? Demək, burada deyir ki, 6-cı sualda. Deyir ki, demək, qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılıb.
Mən bilirəm ki, qrafik informasiyanın həcmi düsturu necə tapılır? H bərabərdir qrafik informasiyanın həcmi, şəklin həcmi. Piksellərinin sayı A vuraq B, bir də vuraq bir pikselə düşən informasiyanın nəyi, rəngin nəyi, dərinliyi. Bax, bu məndə rəng dərinliyidir. Rəng dərinliyi. Böyüyən nəyə bərabərdir? Böyüyən nədir bəs? Bax, böyüyən rənglərin sayı. Rəngli. Eyni zamanda buna rəng çaları da deyirlər. Rəng çaları da deyirlər. İndi məndən burada deyir ki, qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırıb. Bu məndən hər bir rəngi, qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırıbsa, bu mənim balaca enimdir. Yəni, rəng dərinliyimdir, dərinliyim. Rəng dərinliyim. Onda mənim palitradakı rənglərin maksimal sayı böyüyenim nəyə bərabərdir? Bu məndən palitradakı rənglərin maksimal sayı böyüyeni soruşur. Rənglərin sayını soruşur. Baxın, onda mən böyüyen bərabərdir. Kiçik enin üstü, belə 2-nin üstü kiçik en. Demək, 2-nin üstü eni də neçə verib? 32. 2 üstü 32. Bu da oldu nə? E variantı. 6-cı sualda cavabımız E variantı olmuş oldu. İndi 7-ci suala diqqət eləyirik. 128 simvollu əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Bu məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılarsa, onun informasiya həcmi nə qədər olar? 128 simvollu əlifba ilə yazılmış məlumatın həcmi deyir 350 bitdir. Bunun ən gözəl variantı bu məsələni iki cür həll eləmək olar. İndi iki dənəsinə də baxıram. Bax, birinci cümləyə baxıram. 128 simvollu əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Bax, bu mənim böyük yenimdir. Böyük yenim nə qədərdir? Böyük yenim 128-dir. 128 simvollu əlifbadır. Onda mənim bir simvoluma düşən informasiyanın dəyəri 128-i necə yaza bilərəm? 128 bərabərdir 2 üstü 7-yə, düzdürmü? Onda 128 simvollu əlifba deyirsə, mənim balaca i'im 7 bitdir. Və bunun həcmi də 350 bitdir. Mən buradan nəyə tapa bilərəm? Simvol sayını tapa bilərəm. Düzdür? Mənim simvol sayım necə tapılırdı? Yazıram simvol sayı vurulsun. Əlifbanın i biti bərabərdir həcm. Bax, bunlar standart sual nümunələrdir. Mən inanıram ki, bunları hər biriniz eləyə bilərsiniz. Bax, burada yazıram i bitim bərabərdir həcm, yəni 350 bit. Bölünsün nəyə? 7 bitə, üzr istəyirəm, simvol sayı. Simvol sayı. Burada simvol sayı bərabərdir. Məndən simvolumu istəyir, simvol sayımı. Burada simvol sayını əvvəl tapıram. Simvol sayı bərabərdir. Demək, 350 biti bölürəm nəyə? 7 bitə. Baxın, bitlər ixtisar getdi. 350-ni 7-yə böləndə 35-in içində 7, 5 dəfə. 5 dəfə 7-nin 35, bu da 50. 50 simvol eləyir. Demək, birinci cümlədən 128 simvollu əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Mən görüm bu həcmdəki məlumat simvollarının sayı nə qədərdir? Mən tapdım ki, burada nədir? 50 simvoldur. Deyir, bu məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılarsa, mən də bilirəm ki, 1024 simvollu əlifbada bir simvolumda düşən informasiyanın dəyəri 10 bitdir. Və eyni zamanda mən simvol sayında tapmışam ki, 50-dir. Simvol sayı da bərabərdir 50-dir. Mən burada nəyə tapa bilərəm? Həcmi çox asanlıqla tapa bilərəm, H-ı. H-ı tapa bilərəm. H bərabərdir, simvol sayım vururam i bitə. Demək, H bərabərdir, simvol sayım nə qədərdir? 50-dir. Demək, i bitimdə nə qədərdir? 10-dur. 50-ni də ona vuranda nə eləyir? 500 bit. 500 bit. Baxın, görün 500 bit var, bəli var, E variantıdır. Bu, bunun birinci yolu. Amma belə 2 dənə dalbadal yazınca, belə bu cür ayrı-ayrılıqda düstur yazıb, belə tapınca, ən yaxşı yolu tənasüb qurmaqlandır. Baxın, indi tənasüblə quraq.
Demək 7-ci tapşırığı deyirəm. Deyir 128 simvollu əlifba ilə yazılmış məlumatın həzmi 350 bitdir. Bax bu zaman nə ağarırsan? Demək 128 simvollu əlifba ilə yazılmış məlumatın həcmi 350 bitdir. Birinci buradan düstursuz simvolu tapmaq olar. 128 simvollu əlifbada yazıram ki, bir simvolum 7 bitdir. Deyirəm, yaxşı, bəs onda mənim 350 bitim neçə simvoldur? Tənasib qururam. X bərabərdir. Mən 350-ni 1-ə vurub, bölürəm 7-yə. 35-in içində 7 5 dəfə, belədir 50 simvol. 50 simvol. Aha, mən bura qədər məlumatımı tapdım 50 simvol. Deyir, bu məlumat, yəni 50 simvollu məlumatdan söhbət gedir. Bu məlumat 50 simvoldan gedir. 1024 simvollu əlifba ilə kodlaşdırılarsa onun informasiya həcmi nə qədər olar? Mən də 1024 simvollu əlifba sözünü görən kimi bunu 2-nin qüvvəti ilə göstərmək olar. 1024 simvollu əlifba deyəndə mənim bilirəm ki, mənim bir simvolum 10 bitdir. Deyirəm, yaxşı, bəs onda tapdığım 50 simvolum neçə bitdi? Yenə x-im nəyə bərabərdir? Baxın, 50-ni vururam nəyə? 10-a. Bu deyilir 500 nə? Demək bit. 500 bit oldu nə? E variantı. Demək 128 simvollu əlifbada bir simvol 7 bitdir. Deyirəm 350 bitim neçə simvoldur? Tapdım 50 simvol. Deyirəm, yaxşı, 50 simvol 1024 simvollu əlifbada kodlaşdırılarsa, biri var 50 simvol, biri var 1024 simvollu əlifba. 50 simvol burada SS-in özüdür. Amma 1024 simvollu əlifba deyəndə böyük enim 1024-dür. Sən burada i 10 bitə bərabərdir. Bax, bunu heç vaxt qarışdırmayın. Bu da demək 7-ci sual. 7-ci sualda da cavabımız nə oldu? E variantı olmuş oldu. İndi keçirik 8-ci suala. Səkkizinci sualda deyir ki, 128 simvollu, demək, əlifba ilə kodlaşdırılmış sözün informasiya həcmini tapaq. Mən bilirəm ki, 128 burada nədir? 128 böyük enimdir. 128 simvollu əlifba ilə kodlaşdırılıbsa, demək ki, mənim bir simvolumun informasiya dəyəri 7 bitdir. Baxın, görün, burada simvol sayı nə qədərdir? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə də simvolum var. Onda mənim həcmim nəyə bərabər olur? SS vurulsun əlifbanın i biti. SS-im nə qədərdir? SS-im 11 dənədir. 11-i də vururam 7-yə, eləyir 77 bit. Oldu A variantı. 9-cu suala keçid alıram. Görək 9-cu sualda nə deyir? 9-cu sualda demək deyir ki, kompüter qrafikasının tətbiq sahəsi deyil. Virtual reallıq var, işgüzar var, konstruktor qrafikası var, elmi var, amma təcrübə qrafika deyilən bir şey yoxdur. Ona görə də 9-cu sualda cavabımız oldu A variantı. Keçirik 10-cu suala. Vektor qrafikasına aid proqramı müəyyənləşdirin. Vektora aid vektor qrafikasına. Mən demişdim ki, nə deyirdik? Deyirdik paint varsa sözdə paint. Foto varsa, image varsa, bunlar nəyə aiddir? Raster qrafikasına aiddir. Raster'a. Bax, paintdir, raster'dır. Burada fotodur, həm də paintdir, raster'a aiddir. Foto sözü varsa, nədir? Raster'dır. Paint varsa, raster'dır. Bunlar 3 sözün içində çıxıram. Yerdə qalan nə idi? Vektor qrafikasına aid olmuş olur onda. Demək, ona görə də 10-cu sualda cavabımız nədir? A variantıdır. Keçirik 11-ci suala. Deyir ki, hansı proqram qrafik redaktorlarına aid deyil? Qrafik redaktoruna bax, A da aiddir, B da aiddir, E da aiddir, C da aiddir. Amma Oracle nədir? Oracle özü VBIS'dir. Yəni OpenOffice proqramıdır.
Yəni Access kimi işləyən bir proqramdır. Verilənlər bazasına aid olan proqramdır. Amma bizə ən çox Access lazım olduğu üçün bu proqramın sadəcə adı keçir testlərin içərisində. Yəni hansı proqram qrafik redaktorlarına aid deyil? Oracle. Oracle Office proqramıdır. Yəni belə tətbiqi proqramdır. Yəni Office proqramlarından Access kimi işləyən bir proqramdır. Verilənlər bazasıdır. 11-də cavabımız nə oldu? D variantı. 12-ci suala keçirik. Raster qrafikasına aid proqramları seçin. Bax, Paint var. Raster'dır. Ondan sonra Paint var. Raster'dır. Baxıram. Image var. Raster'dır. Oldu nə? 1, 3, 6. 1, 3, 6 oldu B variantı. Sonra 12-ci sualda cavabımız nə oldu? B variantı olmuş oldu. 13-cü suala keçirik. Deyir ki, ASCII standartı ilə ən çox neçə simvolu kodlaşdırmaq olar? Baxın uşaqlar. ASCII-də bir simvolum neçə bitdir? Baxın. ASCII standartında, baxın, ASCII-də bir simvolum 1 baytdır. 1 baytımda 8 bitdir. Unicode standartında mənim bir simvolum 2 baytdır. Və yaxud da mənim bir simvolum 16 bitdir. Əgər mənə desələr ki, ASCII standartında ən çox neçə simvol kodlaşdırmaq olar, bunu nə edirəm? Demək, belə nə? Məsələyə bu cür baxıram. ASCII, biz bilirik ki, bir simvolla 2 üstü 8-də bir simvolum ASCII-də 8 bitdirsə, onda maksimum neçə simvol kodlaşdırmaq olar Hartley düsturuna görə? 2 üstü 8. ASCII-də 256 simvolu kodlaşdırmaq olar. Amma Unicode standartında maksimum, demək bir simvolu 16 bitlə kodlaşdırdığı üçün maksimum kodlaşdırıla biləcək demək simvolların sayı 2 üstü 16 eləyir. Bu da eləyir 65536. Demək, ASCII-də 2 üstü 8 sayda simvol kodlaşdırmaq olar. 256. Unicode-da 65536. İndi mənə deyir ki, ASCII standartında ən çox neçə simvol kodlaşdırmaq olar? 2 üstü 8 sayda. Yəni 256 dənə. 13-də cavabımız nə oldu? E variantı olmuş oldu. 14-cü suala baxırıq. Deyir ki, Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyən eləyin. Mən bilirəm ki, Unicode standartında bir simvolum ya 16 bitdir, bitlə desəm, və yaxud da ki, 2 baytdır. 2 baytdır. Baxıram. Görək student sözündə neçə dənə simvol var? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə simvolum var. 2 bayta vursam 14 bayt eləyir. Baxım görün var 14 bayt. Yoxdur. Onda bitlə hesablayıram. 7 dənə simvolumu mən vururam. Unicode-da bir simvol neçədir? 16 bitdir. 16 bitə vuranda o da eləyir neçə? 112 bit. Yəni ona görə 14-cü sualda cavabımız nədir? A variantı olmuş olur. İndi 15-ci suala keçid alıram. Bax, verir www.dim.gov.az ifadəsinin informasiya həcmini baytla müəyyən eləyin. ASCII-dən söhbət gedir. ASCII-də bir simvolun 1 baytı. Görək neçə dənə simvol var? 1, 2, 3, nöqtə də 4. Aralarındakı məsafə də sayılır. Amma burada məsafə yoxdur. Hamısı bir-birinə yaxındır. Demək, nə ətər tapırıq? Bu deyək. Demək, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə. 14 dənə simvolum var. Hər bir simvol 1 baytdır. Çünki ASCII-dən söhbət gedir axı. Mənim bir simvolum 1 baytdır. Onda 14 dənə simvolum var. 14-ü də 1 baytdan hesablayanda 14 bayt mənim nəyim var? Həcmim olmuş oldu. Ona görə 15-ci sualda cavabımız E variantıdır. İndi keçirik 16-cı suala. 16-cı sualda deyir ki, 224 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarını müəyyən eləyin. 224 sayda deyirsə, müxtəlif rəngli. Bu mənim 224. Demək, 16 nömrəli tapşırıqdan gedir. 224 deyirsə, bu mənim böyük yenimdir. 224 sayda. Bu mənim rəng çalarımdır, yəni rəngli. Demək, 224 sayda rənglə kodlaşdırılmış qrafik informasiyam var mənim.
Məndə deyir ki, hər bir pikselə ayrılan bitlərin sayı. Bu məndə böyük N nəyə bərabərdir? 2 üstü N-ə. Bu mənə hər bir pikselə ayrılan bitlərin sayı bu N-i deyir. Bu hər bir demək pikselə ayrılan, yəni nöqtəyə ayrılan həm bitlərin miqdarıdır, həm də buna dərinlik deyirlər. Demək, dərinlik. Demək, hər bir pikselə ayrılan bitlərin miqdarına dərinlik deyirlər. Onu da balaca n-lə işarə eləyirlər. Burada baxıram n-in yerində nə durub? 24 durub. Demək ki, maksimal sayını müəyyən eləyin. Yox, ayrılan bitlərin sayını müəyyən eləyin. O da 24-dür. 24 yəni D variantıdır. 16-cı sualda cavabım nə oldu? D variantı olmuş oldu. İndi keçirik 17-ci suala. Görək 17-ci sualda nə deyir? 17-ci sualda deyir ki, 17-ci sualda deyir, kod uzunluğu 3 elementdən ibarətdir. Aha, baxaq görək kodun uzunluğu neçə elementdən ibarətdir? 3 elementdən ibarətdir. Kodun uzunluğu 3 elementdən ibarətdir. Bax, 17-ci sual. Aha. 3 dənə elementdən ibarətdir. Baxıram, bax. 1, 2, 3. Aha. 3 dənə elementdən ibarətdir. Və elementlərin hər biri 2 müxtəlif qiymət alıb. Bax, burada da 2 müxtəlif qiymət alıb. Burada da 2 müxtəlif qiymət alıb. Bax, bu elementdə də 2 dənə müxtəlif qiymət alıb. Kodların maksimum sayı nə qədər olar? 2 üstü 3. Bu da nəyə bərabərdir? 8-ə. Ona görə də cavabım D variantıdır. 17-ci sualda. Gəlirəm 18-ci suala. Bu da onun kimidir. Deyir, kod uzunluğu 3 dənə elementdən ibarətdir. Neçənci sualdır? 18-ci sual. Deyir, kod elementi 3 dənə kod uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 5 müxtəlif qiymət alıb. Burada da 5 müxtəlif qiymət alıb. Burada da, burada da. Düzdürmü? İndi elementlərin hər biri 5 müxtəlif qiymət alarsa, kodların maksimum sayını, yəni 5 üstü 3-ü hesablayıram. Bu neçə eləyir? 125 eləyir. Yəni ona görə də 18-ci sualda cavabımız B variantıdır. 19-cu suala diqqət eləyirik. Deyir, rəng dərinliyi 19-cu sualda. Deyir, rəng dərinliyi deyəndə balaca eni deyir. Rəng dərinliyi nə olarsa, 3 bit olarsa, palitrada olan rənglərin maksimum sayını, böyük yeni soruşur. Buna rənglərin maksimum sayda deyirlər, rəng çalarda deyirlər. Rənglərin maksimum sayını tapın. Mən bilirəm ki, böyük yen bərabərdir 2 üstü kiçik yen. Onda böyük yen bərabərdir 2 üstü 3-ə. Yəni nəyə? 8-ə. Ona görə də 19-cu sualda cavabımız oldu. Nə? E variantı. 20-ci suala keçid alıram. Mən buranı bir təmizləyim. Demək, 20-ci sualda deyir ki, verilmiş mətnin 32 simvollu bir əlifbada kodlaşdırdığını bilərək 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. Aha, 32 simvollu əlifba deyirsə, bu mənim böyük yenimdir. 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. Mən bilirəm ki, 32 simvollu əlifbada enim 32-dirsə, onda mənim bir simvoluma düşən informasiyanın dəyəri nə qədərdir? Demək, 7 bitdir. 7 bitdir. Düzdürmü? 40 bitlə kodlaşdırılan mənim haşımı da verib 40 bit. Deyir ki, sözü müəyyən eləyin. Sözü müəyyən eləməkdən ötürü həmin sözdəki simvol sayını mən tapmalıyam. Ona görə belə yazıram. SS'im sualdır mənim. Mən bilirəm ki, simvol sayı vurusun əlifbanın biti bərabərdir həcm düsturum var mənim. Simvol sayımı necə taparam buradan? Haşımı, həcmi bölərəm ibitə. Mənim həcmim nə qədərdir? Həcmim demək 40 bitdir. 40 biti mən bölürəm 7 bitə. Bitlər ixtisar gedir. Yox, 40 biti belə 32 simvollu əlifbada bir simvolum demək burada 5 bitdir. 5 bit, 5, 5, 5. Demək 5 bitdir. 32 simvollu əlifbada bir simvolum 5 bitdir. Onda 40-ı da mən nəyə bölürəm? 40-ı da bölürəm 5-ə.
5-ə. Bu da gedir nə eləyir? Demək 8. 8. Simvollarımın sayını nə tapdım mən? 8 tapdım. Bax, 32 simvollu əlifbadır. Böyük yenim 32-dir. 32-ni 2-nin qüvvəti üstü kimi yazsaq, 2 üstü 5 kimi göstərə bilərik. Onda bir simvola düşən informasiyanın dəyəri 5 bit olmuş oldu. Haşım da 40 bitlə, həcmim də 40 bitdir. Düzdürmü? 40 bitdir. Yazıram bura. Onda simvol sayı vurulsun əlifbanın ibiti bərabərdir H düsturu ilə hesablayıram. Bir dənə sözü tapmaqdan ötürü sözdə iştirak edə biləcək simvol sayını tapmalıyam. Simvol sayı vurulsun əlifbanın ibiti bərabərdir H-dan istifadə edirəm bu düsturdan. Yəni birinci düsturumdan istifadə elədim. Burada simvol sayını tapdım. İnformasiyanın həcmini, yəni 40 biti böldüm əlifbadakı bir simvolun informasiya dəyərinə 5 bitə. Bitlər ixtisar getdi. 40-ı da 5-ə böldüm. 8 simvol tapdım. Mən burada tapmalıyam ki, görüm 8 dənə simvolum hansı sözdədir. Bax, A-ya baxsam 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə getdi. Bax, burada 8 dənə simvol olan hansı notebookdur? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə nəyi var? Simvolu var. Ona görə də cavabım 20-ci sualda C variantı olmuş oldu. İndi 21-ci suala keçirik. Sözü veribdir. Deyir, sözü 64 simvollu əlifba ilə kodlaşdır. 64 simvol bunun böyük yenidir. Onda bir simvoluma düşən informasiyanın dəyəri 2 üstü 6, 6 bitdir. Mənfi simvolun sayını tapıb 6 bitə vuraram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə mənim nəyim var? Simvolum var. Bir simvolum nə qədərdir? 6 bitdir. 9-u da 6-ya vuranda 54 bit eləyir. 54 bit. O da elədir nə? A variantı. 21-ci sualda da cavabım olduğu A variantı. İndi keçirəm 22-ci suala. Deyir ki, raster qrafik redaktorunu seçin. Rasterı. Paint, image, foto sözlərini seçməliyəm. Sözlərində, yəni sözdə olan paint, mətni qrafik redaktorları elə bir qrafik redaktoru seçməliyəm ki, onun içərisində paint, foto, bir də image sözləri olsun. Baxıram, bax, paint var 1-də. Sonra bir də 4-də paint var. 1, 4, yəni C variantı. 22-ci sualda cavabımız oldu C variantı. 23-cü suala keçid alıram. Deyir, informatika sözünü müəyyən eləyin 23-cü sualda. Demək, informatika sözünü müəyyən eləsək, baxıram, birinci I ilə. I hansının kodudur? Birinci gəlir faktorial. Yəni bu nida. Sonra N-ya baxıram. N 4-dür. Sonra F-ya baxıram. F nədir bəs? 3-dür. Sonra demək O-ya baxıram. O nədir? 2-dir. Yox. I, N, F, O-ya baxıram. O neçədir? 2-dir. Sonra nəyə baxıram? R-ya baxıram. R-ya. R neçədir? R. R da 7-dir. Baxın, elə cavab bəllidir də. C variantı. 23-də C variantı. Sonra keçirəm 24-cü suala. Yenə deyir, raster qrafik redaktorlarını seçin. Baxın, 1 paint var. Sonra 3-də paint var. Sonra bir də foto da var, paint də var 6-da. Oldu 1, 3, 6. 1, 3, 6 oldu D variantı. 24-cü sualda. 25-ci suala keçid alırıq. Deyir ki, raster qrafik faillərinin uzantısını müəyyən eləyin. Raster qrafik faillərinin uzantısı bax, GIF, TIFF, BMP. C variantı. Burada AV video getdi. E-də Doc yox, olmaz. Mətindir. BMP, PNT, PPT nədir? Burada təqdimatdır. Bura baxırsan, burada XLX, burada cədvəl prosedurudur. Yəni ona görə də 25-də C variantı olmuş oldu. Keçirik 26-cı sual nümunəsi. Musiqi alətlərindən çıxan səslər əsasən hansı fail genişlənməsinə aiddir? MIDI-yə aiddir. Musiqi demək, alətlərindən çıxan səs MIDI-yə aiddir. RGB modelində əsas rənglər hansılardır? Baxın, RGB rəng modelində RGB, red qırmızıdır. Green yaşıldır. Blue da göydür. Göy.
Amma burada baxıram ki, bunlar bu cür standart şəkildə verməyib, qarışıq verib. Göy, yaşıl, qırmızı verib, başqa cür variantda yoxdur. Ona görə də demək 27-də cavabı E variantı götürmüş oluram. Keçirəm növbəti suala, 28-ci suala. Görə 28-də nə deyir? Demək deyir ki, ağ-qara raster təsvirinin informasiya həcmi 5/12 baytdır. 5/12 baytdır ağ-qarada. Deyir təsvirdəki piksellərin sayını müəyyən edin. Mən bilirəm ki, təsvirin informasiya həcmi necə tapılır? Demək, ağ-qara raster təsvir deyəndə bu mənim enimdir. Enim ağ-qaradır deyirəm 1 bitdir. Və həcmim nə qədərdir? 5/12 baytdır. Mənə piksellərin sayını soruşur. A vuraq B-ni soruşur. Aha. Mən bilirəm ki, bax mənim haşım nə qədərdir? Haşım 5/12 baytdır. Yəni 2/9 baytdır. Mən bunu bitə çevirsəm, 2/9-u mən bilirəm ki, 1 baytım 8 bitdir. 2/9-u 2/3-ə vuraram. Bu da mənə verər 2 neçə? 12 biti. Sonra ağ-qara təsvir deyəndə mənim böyük yenim ağ-qaradır, 2-dir. Balaca yeni tapmaqdan ötürü 2 nə zaman 2-nin üstündə neçə yazaram ki, 2 versin? 1 bit. Demək enim də 1 bitdir. Mənim burada qrafik informasiyamın həcmi düsturu var. H bərabərdir A vuraq B, piksellərimin sayı vurulsun. Rəng dərinliyim, M bitim. İndi məndən nəyə soruşur? Məndən soruşur piksellərin sayın. A vuraq B məndə yoxdur. Yazaram A vuraq B bərabərdir. Həcmim nə qədərdir? 212 bit. 212 biti mən bölürəm nəyə? M bitə. M bitim nədir? 1 bitə. Baxın, burada bitlər ixtisar gedir. 212-ni 1-ə böləndə elə 212 qalmış olur. Baxaq görə 212 var. 212 standart bu qayda ilə verməyib, amma mən bilirəm ki, 212 4096-dır. 4096 da E variantıdır. 28-ci sualda cavabımız nə oldu? E variantı olmuş oldu. İndi keçirik 29-cu suala. 29-cu sual say sistemlərinə aid bir sual nümunəsidir. Onu növbəti bölmədə keçmiş olasıyıq. Kimin yadında qalıbsa qalıb, qalmayanlar da burada yazıram, indi bilsin. Bax, ikili say sistemində 2 dənə ədəd verib toplayaq. Demək, nədir bu? 29-cu sual. Demək, 2 dənə 1, 0, 4 dənə 1. O birisi nədir? 101, belə oxuyum, qoy 101, bu nədir bəs? 100. Bu da ikili say sistemindədir. Biz bilirik ki, ikili say sistemində hər bir say sistemində iştirak edəcək rəqəmlər say sisteminin əsasından böyük ola bilməz. Əgər mən ikili say sistemi deyirəmsə, ikili say sistemində 0-dan 1 iştirak edə bilər. 5-li say sistemi deyirəmsə, 5-li say sistemində 0, 1, 2, 3, 4 rəqəmlər istifadə oluna bilər. 8-li say sistemi deyirdik, hansı rəqəmlər istifadə olunurdu? 0, 1, 2, 3, 4, 5, 6, 7. 7-dən o tərəfə iştirak edə bilməz. Əgər mən 9-luq say sistemi deyirəmsə, 9 özü iştirak edə bilməz orada. 9-dan kiçik rəqəmlər olmalıdır. İndi bura baxıram, 1-in üstünə 0 gələndə 1 eləyir. 1-in üstünə 0 gəldim, 1 elədi. 1-in üstünə 1 gələm, 2 eləyir. Axı, ikili say sistemində 2 yoxdur. 2-dən 2-sini çıxıram, 0, 1 yadda saxlayıram. 1-in üstünə 1 gələndə 2 eləyir. 1 də yadda 3 eləyir. 3 ikili say sistemində yoxdur axı. 3-dən 2-sini çıxıram, 1, 1 yadda. 0-ın üstünə 0 gələndə 0, 1 yadda gəlir bura. 1-in üstünə 1 gələndə 2, 2-dən 2-sini çıxıram, 0, 1 yadda. 1 gəlir, 1 də yadda 2, 2-dən 2-sini çıxıram, 0, 1 yadda. O 1 də gəldi qabağa. Bax, ikili say sistemində topladıq 2 dənə ədədin cəmi bunu verdi. Bu da hansı variantdadır? A variantında. 29-cu sualda cavabımız nə oldu? A variantı. İndi keçirik 30-cu suala. Deyir ki, qraf təsvir 4096 rəh çalarlıdır. Yəni, rəhlərin sayı nədir burada? Böyük yenidir. Demək, qraf təsvir 4096 rəh çalarlı palitrada hazırlanıb. Bu palitrada rənglərin sayı, demək, 256 dəfə azaldılarsa, aha, baxaq. Bax, demək,
Baxın 30-cu sualdan söhbət gedir. 30-cu sual. Bax burada nə deyir? Qraf təsvir 4096 rəng çalarlı palitrada hazırlanıb. Demək mənim böyük yenim nəyə bərabərdir? 4096 rəng çalarına malikdir. Böyük yenim 4096 rəng çalarlı olanda onda mənim balaca enim nə imiş? 12 bit imiş. Hardan tapdım? Çünki böyük yen bərabərdir axı 200 enə. 4096 200 12-dir. Ona görə də n 12 bitə bərabərdir. İndi deyir 4096 rəng çalarına malikdir. Bu palitrada rənglərin sayını 256 dəfə azaldıblar. 4096-nı mən bölürəm nəyə? 256-ya. Görün bu nə qədər olub? 4096 212-dir. 256 da 208-dir. 212-ni 208-ə böləndə əsaslar bərabərdir, üstlər çıxılır. 12-dən 8-in çıxanda 4 qalır. 204-də 16-dır. Mənim enim 16 olanda əvvəl böyük yenim 4096 idi. Sonra da onu 256 dəfə azaltdım, oldu 16. Düzdürmü? Böyük yenim 4096 olanda onun rəng dərinliyi 12 bit idi. Amma 16-ya düşəndə onun rəng dərinliyi oldu 4 bit. Mən də bilirəm ki, həcmə təsir eləyən rəng çaları deyil, rəng dərinliyidir. Yəni, bax, bu n bitdir, n bitdir. Həcmə təsir eləyən nədir? Bax, bu n bitdir. N-in dəyişməsinə baxıram. Qabağı 12 bit idi, sonra da 4 bit olub. Nə qədər dəyişib? 3 dəfə azalıb. Yəni, 12-ni 4-ə bölən, belə, 3 dəfə azalıb da, 12-ni 3-ə böləndə 4 olub. Ona görə də cavabım nədir? 30-da C variantıdır. Sonra keçirik 31-ci suala. 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi, demək, informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. İkinci və üçüncü səhifədə neçə simvol var? Unicode kodlaşdırması sistemindədir. Baxın, burada da deyir ki, Unicode kodlaşdırması sistemindədir. Gəlin, baxaq. Baxıram. 3 səhifədən ibarətdir. Bax, bir dənə 3 dənə səhifəm var mənim. 3 dənə səhifəm var. Bax, bu mənim birinci səhifəmdir. Bu ikinci səhifəmdir. Bax, bu da mənim üçüncü səhifəmdir. Deyir, 3 dənə səhifəm var mənim. Və eyni zamanda onların həcmi 2600 baytdır. Baxın, bunların həcmi nə qədərdir? 2600 bayt. Və deyir ki, hər səhifədə informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. 3 dəfə azdırsa, bax burada x olanda növbəti sətir 3x olmalıdır. Çünki növbəti sətirdən birinci gələn 3 dəfə az olmuş olur. Növbəti sətir 3x-də burada 9x olmalıdır. Bunların cəmi də nə qədərdir? Üçünün bir yerdə cəmi 2600-dür. Bax bu birinci səhifədir. Bu ikinci səhifədir. Bax, bu da üçüncü səhifədir. İndi deyir ki, ikinci və üçüncü səhifədə neçə simvol var? Baxaq görək, bunların bir həcmini tapaq. X, 3x, bu da 9x-in cəmi 2600 baytdır. Aha. Demək, bunların cəminə baxıram. Görün, bunların cəmi nəyə bərabərdir? Demək, x-in üstünə 3x gələndə, x-in üstünə 3x gələndə 4x, 4x-in üstünə 9x gələndə 13x-dir. 13x bərabərdir 2600 bayta. Burada da x bərabərdir, demək nə? 200 bayta. 200 bayt. Burada nə tapdım? Bax, burada tapdım birinci səhifədə, demək, nə qədər informasiya var? Birinci səhifədə, demək, x bərabərdir 200-dür. 200-dür. Onda 3x nəyə bərabər olacaq? X-in yerinə 200 qoyanda 3x bərabər olacaq 600 bayta. 9x də bərabərdir 1800 bayta. Aha. Bunların üçün cəmi 2600 bayt verir. İndi mənə deyir ki,
Mənə burada nə deyir? İkinci və üçüncü səhifədə simvol sayını tap. Özü Unicode sistemində. Belə yazıram. Unicode sistemində bax, mənim ikinci səhifəmdə 600 bayt informasiya tapmışam. Üçüncü səhifəmdə də 1800 bayt informasiya tapmışam. Unicode sisteminə görə mən bilirəm ki, bir simvolum 2 baytdır. Yaxşı, bəs onda deyirəm 600 baytım. İkinci səhifəni tapıram. İkinci səhifəni tapıram. İndi bax, mən burada ikinci səhifəni. 600 baytım neçə simvoldur? Onda yazıram x bərabərdir. 600-ü bölürəm nəyə? 2-yə. Bu deyilir nə? 300. İkinci səhifəni tapdım 300. Bax, bu belə simvol. Düzdürmü? İndi gəlirəm üçüncü səhifəni tapıram. Üçüncü səhifəni də tapanda, üçüncü səhifədə 1800 bayt idi. Amma onu da Unicode sistemində kodlaşdırıb və onun simvol sayını tapmalıyam. Unicode sistemində kodlaşdırıbsa, mən deyirəm ki, mənim bir simvolum 2 baytdır. Onda yaxşı, bəs mənim 1800 baytım neçə simvoldur? Onda yazıram x bərabərdir 1800 bölünsün 2-yə. Bu da verir mənə 900 nə? Simvol. 900 simvol. Demək, ikinci və üçüncü demək səhifədəki simvol sayını soruşur. İkinci səhifədə 300 simvoldur. Üçüncü səhifədə 900 simvoldur. 300 və 900. Ona görə də cavabım oldu nə? C variantı. Keçirik 32-ci suala. Görək 32-də nə deyir? Onu da sileyim. Baxın, burada deyir ki, 32-də 256 rəng çalarlı palitrada, bu mənim böyük yenimdir. 256 rəng çalarlı palitra. Onda balaca yenim nəyə bərabərdir? 8 bitə. Piksellər verilib. 256 vuraq 512. A, B-im verilib mənim. A, B. A vuraq B bərabərdir. 256 vuraq 512. 256-nı yazaram 2 üstü 8. 512-ni də yazaram 2 üstü 9. Bərabər olan təsvir hazırlanıb. Bu təsvirdəki rəng çalarının 16-ya indirsək, həcmi necə dəyişər? Baxın, əvvəl buradan demək mən həcmi taparam. Bunu iki cürə eləyəcəm sizlə. Baxın, hansı variant xoşunuza gəlsə ondan eləyin. Birinci cümlədə 256 rəng çalarlı deyir. Mənim n bitim nəyə bərabərdir? 8 bitə. Qrafik təsvirimin həcmini də belə piksellərin sayını da verib. 2 üstü 8 vuraq 2 üstü 9. Birinci bərabər olan təsvir hazırlanıb. Bax, bura qədər cümlədə mən haşımı tapıram, həcmimi. Həcmim nəyə bərabərdir? A vuraq B, bir də vuraq n bit. Bu da bərabərdir. Baxın, A vuraq B məndə nə qədərdir? 2 üstü 8 vuraq 2 üstü 9, bir də vuraq n bit. N bitim nədir? 8, yəni 2 üstü 3-ə. Burada mən 8, 9, 17, 17-nin üstünü 3 gələndə neçə elədi? 20. 2 üstü 20-ni bölürəm 2 üstü 13-ə. Çünki burada yuxarıda bitlə daxı. Biti 2 üstü 13-ə böləndə kilobayta çevirmiş olam. 2 üstü 20 yuxarıdakıdır. 2 üstü 20-ni də mən 2 üstü 13-ə böləndə mənə verir 2 üstü 7, yəni 128 kilobayt. Aha, bu belə. İndi mən bura qədər 128 kilobayt tapdım haşımı. İndi deyir, bu təsvirdəki rəng çalarını 16-ya endirsək. Yəni, A və B-ni dəyişmir. A vuraq B yenə olduğu kimi qalır. 2 üstü 8 vuraq 2 üstü 9'dur. Çünki piksel sayını dəyişmir. Amma rəng çalarını 16-ya indirir. Böyük yen 16-dırsa, onda mən balaca enim 4 bitdir. İndi bu zamanda haşımı tapıram. Haş bərabərdir. A vuraq B, yəni 2 üstü 8, vuraq 2 üstü 9, bir də vuraq n bit, yəni 4 bitə. 2 üstü 2-yə. Vurdum. Bunu da bölürəm 2 üstü 13'ə, kilobayta çevirirəm. Baxın, 8, 9, 17, 17-nin üstünə 2 gələndə 2 üstü neçə eləyir? 19 eləyir. 2 üstü 19'u 2 üstü 13'ə böləndə, bu da mənə verir 2 üstü 6, yəni 64 kilobayt. Həcmin birinci tapdım, bax birinci həcmimi tapmışam 128 kilobayt. İkinci həcmimi tapmışam 64 kilobayt. Demək, həcm necə dəyişər? Mənə deyir, həcm necə dəyişər? 128-dən 64-ə düşüb də 2 dəfə azalar. B variantı.
Bunu bir də nə cür tapmaq olar? Bax, bu boyda həll eləməməklə tapmaq olar. Necə? Baxın. Mən demişəm ki, demək, nəyə təsir eləyən? Həcmə təsir eləyən rəng dərinliyidir, düzdürmü? Rəng dərinliyidir. Rəng dərinliyi mənim düsturumda var. Amma mən bunu nəylə tapıram? Bax, rəng dərinliyi. Elə ki, bax, mənim H-ım nəyə bərabərdir? H bərabərdir. A vuraq B, bir də vuraq M bitdir. Düzdürmü? M bit. Birinci M biti tapmaqdan ötürü mən rəhçalarımı bilməliyəm. Birinci rəhçaları 256-dır. Mənim rəhçalarım N-im 256-ya bərabər olan vaxtı mənim balaca N-im nəyə bərabər olub? 8 bitə. Sonra 16'ya endirilib. Demir ha, 16'yı dəfə azalıb. 16'ya endirilib. Onda sonra böyük yenim rəhçalarım 16 olanda da, onda mənim rəng dərinliyim 4 bit idi. Düzdürmü? Qabaq 8 bit olub rəng dərinliyim. Sonra 4 bit olub. Necə azalıb? 2 dəfə azalıb. Baxın yenə. B variantı. Ya istəyirsiniz bu cür hesablayın. Birinci cümlədən nəyə tapın? Həcmi tapın. Sonra rəhçalarının yerinə 16 qoyub 4 biti tapıb buradan A-ya B-yə vurub ikinci həcmi tapın. Sonra həcmləri müqayisə edin. Yenə 128 kilobayt, 64 kilobayt baxırsınız ki, bunlar 2 dəfə azalıb. Ya da yəni asan və imtahanın vaxtına riayət eləməkdən ötürü baxıram ki, həcmə təsir eləyən rəhçalarıdır. Belə rəng dərinliyidir. 256 rəhçaları olanda rəng dərinliyi nəymiş? 8 bit imiş. 16 rəhçalarına malikdə də rəng dərinliyi 4 bitdir. 8-dən 4-ə gelib. Nə olub? 2 dəfə azalıb. Ona görə də 32-də də B variantı. Hansı üsulla istəsəniz o üsulla eləməyə çalışın. Hansı sizə rahatdırsa onunla eləməyə çalışın. 2 dənə variantın ikisində deyirəm. Necə, hansı variantlar ola bilər? Onların hər birini mən sizə deyirəm. Hansını istəyirsinizsə, onu həll eləyin. İndi gəlirik 33-cü suala. Baxın, burada 33-cü sualda nə deyir? Demək, mənə 33-cü sualda 16 simvollu əlifba ilə kodlaşdırılmış sözün ikili kodu olarsa, deyir, kodlaşdırılan sözü müəyyən eləyin. Baxaq görək, hansı sözü kodlaşdırıb? O var. Baxaq. Demək, bunu 16 simvollu əlifbadır. Mənim böyük yenim 16-dır. Onda balaca im nəyə bərabərdir? 4 bitə. Çünki 16 bərabərdir 2 üstü 4-ə. 4 bitdi. Demək, 4 bölürəm. 1, 2, 3, 4. Bax, bir dənə simvolum. 1, 2, 3, 4. Bu ikinci simvolum. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Aha. Neçə dənə simvoldur? 1, bir dənə simvol, 2 dənə simvol, 3 dənə simvol, 4 dənə simvol, 5 dənə simvol, 6 dənə simvol olmalıdır. 6 dənə. Baxıram 1, 2, 3, 4, 5, 6, 7 dənə. A variantı getdi. 1, 2, 3, 4, 5, 6, 7. B də getdi. 1, 2, 3, 4, 5, 6, 7. C də getdi. 1, 2, 3, 4, 5, 6. Ya ləzzət olmalıdır, ya da sellər olmalıdır. Görürəm ki, bunun 2 dənə hərfi eynidir. 1, 2, 3, 4. Üçüncü, dördüncü simvollar eynidir. Baxıram, birinci simvoldur bu. Bu ikinci simvoldur. Bu üçüncü simvoldur. Bu da dördüncü simvoldur. 3 ilə 4'ü. Bax, 1, 2, 3, 4. Burada da 3 ilə 4'ü eynidir. Amma baxıram ki, burada 1, 2. İkinci sözlə 3, 4, 5-ci söz. Burada da 1, ikinci sözlə demək 3, 4, 5-ci söz. Baxıram burada nədir? Demək 101, 101, 0. Burada da baxıram 0, 10. Burada da 101, 3 ilə 4, 3 ilə 4. 0, 10. Burada da 0, 10'dur. 3, 4. Bəli. 3 ilə 4 eynidir. D variantı. Demək, bu neçənci sualdır? Burada 33-cü sual.
33'də cavabımız nə oldu? D variantıdır. 34-ə baxıram. İndi bura baxaq. Deyir ki, 34-də raster görüntünün çevrilməsi zamanı ümumi rəng çalarları 4096-dan 8-ə dəyişdirildi. İnformasiyanın həcmi necə dəyişir? 4096 olanda böyük yen. 4096 olanda bunun eni nə qədər olub? 12 bit olub. Sonra böyük yeni 8 olanda bunun balaca eni nə olub? Balaca eni olub 3 bit. 8 olanda 3 bit olur da. 12-dən 3-ə düşübdür. 4 dəfə azalıb. Ona görə də 34-də cavabımız nə oldu? A variantı. 35-ci suala diqqət edirəm. Deyir ki, mətn failin hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol var. 80 səhifədən ibarət olan bu fail ASCII ilə kodlaşdırılıbsa, onun həcmi neçə kilobayt olar? Bax, səhifə, sətr, simvol məsələləri. Həcmin tapıram. Nə görürəmsə hamısını bir-birinə vururam. Sətr saydım. Bax, 32 sətr, 2 üstü 5 vurulsun. Hər sətirdə 64 simvol, 2 üstü 6 vuraq. 80 səhifədən ibarətdir. Vuraq 80 səhifə. Bir də vuraq. ASCII-də kodlaşdırılıb. 1 bayta vururam. 1 bayta vururam. Onun həcmini deyir kilobaytla. Aldığım cavab baytla olasıdır. 2 üstü 10-a bölüb kilobayta çevirirəm. Bu da bərabərdir. 5-in üstünə 6 gələndə neçə eləyir? 11. 2 üstü 11-i 2 üstü 10-a böləndə 2 qalır. 2-ni də 80-ə vuranda eləyir 160 nə? 160 kilobayt. Bu ixtisar getdi də, bu da 2 qaldı. 2 dəfə 80-də 160 nə? Bayt eləmiş oldu. 160 bayt oldu 35-də B variantı. İndi keçirik neçənci suala? 36-cı suala. Mətn failin hər səhifəsində 32 sətr, hər sətrində demək 64 simvol var. 80 səhifədən ibarətdir. Burada da Unicode kodlaşdırmasıdır. Burada 1-ə vurmuşduq ASCII-də. İndi 2-yə vurasıyıq. Eyni məntiqdir. Eyni məntiqli olan suallardır. 36-ya baxıram. Demək 32 sətr var. Yazıram 2 üstü 5 vurulsun. Hər sətirdə 64 simvol var. Vuraq 2 üstü 6, vuraq. 80 səhifədən ibarətdir. Vuraq 80 və bu fail Unicode standartında kodlaşdırıb. Unicode'da bilirəm ki, bir simvol 2 baytdır. Vuraq 2 bayt və kilobaytla ifadə elə. 2 üstü nəyə bölürəm? 10-a bölürəm. Baxın indi burada demək 2 üstü 5, 2 üstü 6, 2 üstü 11. Bu da 2, 2 üstü 12 eləyir. 2 üstü 12 vuraq 80 bölünsün 2 üstü 10. 2 üstü 12-ni 2 üstü 10-a böləndə 2 üstü 2 qalır 4. 4-ü də 80-ə vuranda eləyir 320 nə? Kilobayt. 320 kilobayt hansı variant oldu? B variantı olmuş oldu. Aha, B variantı 36-da. İndi keçirik 37-ci sual. Görək 37-ci sualda nə deyir? Deyir ölçüsü A-sı B-si. 256 vuraq 256-dır. Təsvir 216-dır. 216 böyük yeni deyir 216-dır. Bu təsvirin həcmini kilobaytla tapın. H-ı soruşur məndən. Baxın 37-ci sual. Demək A-sı B-si bəllidir. Standart sual nümunəsidir. AB nədir? 256 vuraq 256. Yəni 2 üstü 8 vuraq 2 üstü 8-dir. B-si nə qədərdir? Böyük yen 216 sayda rənglə kodlaşdırılıb. Bunun böyük yeni 216-dırsa, onda balaca yen nədir? 16 bitdir. Məndən həcmi soruşur. H-ı soruşur. Mən bilirəm ki, H bərabərdir. A vuraq B, bir də vuraq M bit düsturumuz var. Düzdürmü? Mən burada nəyə tapıram? H-ı tapıram. Hər bir şey mənə verilib. A-sı nədir? 2 üstü 8 vuraq. 2 üstü 8, bir dəqiqə yazım H bərabərdir. H bərabərdir. A-sın B-sin yazıram. Yazıram 2 üstü 8 vuraq 2 üstü 8 bir də vuraq M bit. M bitim nədir? 16. 16 yəni 2 üstü 4. Aldığım cavab bitlə olasıdır. Mən bunu nəyə çevirməliyəm? Kilobaytla deyir tap. Bitdən kilobayta gəlməkdən ötürü 213-ə bölürəm. Bu da bərabərdir. Baxıram yuxarıda 8-in üstünə 8, 16, 16-nın üstünə 4 gələndə 20. 2 üstü 20
bölünsün 2 üstü 13. 20-dən əsaslar bərabərdir, böləndə üstlər çıxılır. 20-dən 13-ün çıxanda 2 üstü 7 qalır. Yəni 128 kilobayt. Bu da şəkil informasiyasının həcminin tapılmasıdır. Standart sual nümunəsidir. 37 cavabımız nə oldu? A variantı. İndi keçirik 38-ci sualı. Bu da eyni qaydadır. Bax, bunun A-sıdır, bu bunun B-sidir. 32 kilobayt, burada da H-ı verilir. Yəni, bir dənə buranı təmizləyim. Baxın, videonu, bax, qulaq asın. Baxanda nə edirsiniz? Demək, birinci suala keçdiniz. Tutaq ki, ikinci suala keçirsiniz. Birinci, məsələnin şərtini oxuyan kimi videonu dayandırın. Bir kənarda özünüz eləməyə çalışın. Görün, kənarda özünüz eləyə bilərsiniz. Təzədən bir də qoyun, bir də video neynəsin? İşləsin. Təzədən bir də dayandırın, bir də özünüz baxın. Görün, eləyə bilərsiniz. Bax, bu cür öyrənin. Bu cür öyrənin. Aha, gəlirik demək nəyə? 38-ci suala. Baxaq görək 38-də mənə nə verib? A-sın, B-sin verib. A vuraq B neçə pikseldir? 128 vuraq 128. 128 vuraq 128 nə deməkdir? 2 üstü 7 vuraq 2 üstü 7. Aha. Sonra həcmim də verib 32 kilobayt. H bərabərdir 32 kilobayt. Mən bunu çevirirəm. 1 kilobaytım mən bilirəm ki, 1 kilobaytım 2 üstü 13 nədir? Bitdir. Mən baxıram, AB-im həmişə piksellə verilir də bitlə. Ona görə də 32 kilobaytı bitə nə ilə çevirirəm? 32 özü 2 üstü 5 deməkdir. 2 üstü 5 vurulsun 2 üstü neçə? 13-ə. Bu neçə elədi? 2 üstü 18 bit. Aha. İndi mən burada nəyə tapıram? Ən çox neçə rəng ola bilər? Məndən böyük yeni soruşur. Mən böyük yeni tapmaqdan ötürü balaca eni tapmalıyam. 2-2-nin qüvvətini atım. Məndən böyük yeni soruşur, yaxşı eləyir. Əvvəl mən balaca enimi tapmalıyam. Balaca enimi tapıram. Yazıram ki, mənim düsturum nəyə bərabərdir? H bərabərdir. A vuraq B, bir də vuraq nə? En bit. Aha. Demək, burada balaca en bərabərdir. Balaca en bit. Qoy qarşısından da yazın bit. Balaca en bit bərabərdir. Demək. Bərabərdir. H-ım nə qədərdir həcmim? 218 bit. Bölünsün nə? Demək, AB-yə. AB-im nə qədərdir? 2 üstü 7 vuraq 2 üstü 7, 2 üstü 14 eləyir. Bölünsün 2 üstü 14 bitə. Demək, burada bit yox. Pikseldir bu. Bərabərdir. 2 üstü 18-i 2 üstü 14-ə böləndə neçə eləyir mənə? Neçə verir? 2 üstü 4 verir. 2 üstü 4. Yəni 16. Mənim enim 16-dır, ha, balaca enim. Məndən ən çox neçə rəng ola bilər? Rəng çalarını soruşur, böyük yeni. Böyük yeni də bərabərdir, onda neçə? 2 üstü 16-ya. 2 üstü 16 oldu neçə? B variantı. 38-ci sualda cavabımız oldu nə? B variantı. İndi keçirik 39-cu sual nümunəsinə. Görək 39-da nə deyir? 39-da deyir ki, ölçüsü A vuraq B piksel olan monoxrom rəngli. Monoxrom deyəndə, monoxrom rəng mənim böyük yenimdir. Monoxromda 2 dənə rəng iştirak elədiyinə görə, onda mənim balaca enim 1 bitə bərabər olur. 1 bitə. A vuraq B piksel olan monoxrom rəngli raster qraf təsvirinin informasiya həcmi 2 kilobaytdır. Demək, mənim enim 1 bitdir. Və informasiya həcmim 2 kilobaytdır. H-ım 2 kilobaytdır. Onda 1 kilobaytım bitə çevirirəm. 1 kilobaytım 2 üstü 13-dürsə, 2 kilobaytımda 2 vuraq 2 üstü 13 olur. O deyilir 2 üstü 14 nə? Bit. Məndən nəyə soruşur? A vuraq B hasilini, yəni piksellərin sayını soruşur. A vuraq B-ni. Mən bilirəm ki, H bərabərdir, həcmin bərabərdir, qrafik informasiyamın həcmi bərabərdir. A vuraq B,
Bir də vuraq n bit düsturum var. Bax, bu düsturdan mən A vuraq B hasilini tapa bilərəm. A vuraq B bərabərdir. H bölünsün n bitə. A vuraq B məndə nəyə bərabərdir? A vuraq B bilmirəm nəyə bərabərdir. H-ım nəyə bərabərdir? 214-ə. 214 biti mən nəyə bölürəm? N bitə. N-im nə qədərdir? 1-ə. 214-ü mən 214 biti 1 bitə böləndə bitlər ixtisar gedir. 214-ü də 1-ə böləndə elə 214 eləyir. Demək, mənim A vuraq B hasilim 214-dür. Baxım görün, burada 214 hansını da verə bilər. Bax, bu hasillərdən hansı mənə 214-ü verir? Bax, bu 207-dir A-da. Bu da 208-dir. Bu 215 eləyir. Mən verə bilməz. 209-dur D variantıdır. Bu da 208-dir. 9-un üstünə 8 gəl neçə eləyir? 17. Bu da ola bilməz. Bax, B variantı 208, 206 neçə elədi? 214. Demək ki, bu ola bilər. B variantı ola bilər. Amma E variantına baxın. 210-dur, bu da 209-dur. 219 elədi. Burada 205-dir, 210-dur. 215 elədi. Ona görə də cavab nə elədi? A vuraq B hasili 214. Yəni B variantı. İndi keçirik 40-cı suala. Görək 40-cı sualda nə deyir? Bax, true color rejimi deyir. True color RGB rəng modelidir. Bax, bunun hərəsi hər bir rəng 8 bitdir. Ümumilikdə true color rejimi 24 bitə bərabərdir. Mənim nəyim? Balaca n-im. Amma true colorun özünün rəngçaları n bərabərdir 224-dür. Məndən true color rejimində deyirsə balaca n-i soruşur. Balaca n-im nə qədərdir? Balaca n-im demək 24 bitdir. Aha. Ölçüsü də nə qədərdir? Standart sual nümunəsidir və çox asandır. Ölçüsü nə qədərdir? A vuraq B pikselim nə qədərdir? 256 vuraq 512. 256-nı 2 üstü 8 yazaram. 512-də 2 üstü 9. Deyir, qrafik informasiyanın həcmini kilobaytla hesablayın. H-ı deyir, soruşur məndən. Mən bilirəm ki, H-ım nəyə bərabərdir? H bərabərdir A vuraq B piksellərin rəng dərinliyinə hasili. Dərinliyi. Mənim rəng dərinliyim 24 bitdir də, true color rejimindədir, RGB rəng modeli. H-ımı tapıram. Yazıram H bərabərdir, A vuraq B, 2 üstü 8 vuraq, 2 üstü 9, bir də vuraq 24 bit. 24-ü yazaram 3 vuraq 8 kimi, 8-i yazaram 2 üstü 3 vuraq 3 kimi. Yəni 3 vuraq 8, 24. Aldığım cavab nə ilə olasıdır? Bitlə. Mən bunu 2 üstü 13-ə bölüb kilobayta çevirə bilərəm. Bərabər qoyuram. Bax, 8 ilə 9, 17 eləyir. 17-nin üstünə 3 gələndə eləyir 20. 2 üstü 20 vurulsun 3-ə. Bölünsün 2 üstü 13-ə. 2 üstü 20 ilə 2 üstü 13 ixtisar gedəndə yuxarıda qalır 2 üstü 7. Yəni 128. Bax, bu 128-i də 3-ə vururam. Bu da mənə verir 384. 384 nə? Kilobayt. O da elədi E variantı. Ümid eləyirəm aydındır. Bu 40-cı sualımızdır. Cavabımız oldu nə? E variantı. Keçirik 41-ci suala. Və burada da standart sual nümunələrdir. Deyil, palitrada 256 rəng olan qrafik təsvirin informasiya həcmi 128 kilobaytdır. Təsvirin ölçülərini deyir tap. Yenə bu düsturdan istifadə edəcəyik. Söhbət 41-ci sualdan gedir. Baxın, 41-ci sual. Baxıram. Deyir, palitrada 256 rəng olan böyük yeni verif. Böyük yen nə qədərdir? Böyük yen 256-dır. Onda mənim balaca yenim nəyə bərabərdir? 8 bitə bərabərdir. Lap yaxşı. Və həcmim də 128 kilobaytdır. Mən bilirəm ki, mən bunu bitə çevirməliyəm. 128 2 üstü 7 deməkdir. Vurmalıyam 2 üstü 13-ə ki, bitə çevirim. Bu deyilir 2 üstü 20 nə? Bit. Mənim nəyimi soruşur? Bu məndən təsvirin ölçülərini soruşur. A vuraq B-ni. Bax, məndən bundan bunu soruşur. Yazıram, bax, bu düsturla, bax, bu düsturu eyni burada yazıram. Eyni düsturda. H bərabərdir. A vuraq B. Bir də vuraq M bit düsturundan istifadə edirəm. İstifadə edirəm. A vuraq B bərabərdir. Bax, H-ı bölürəm M bitə. H-ım nə qədərdir? H-ım demək mənim 220 bitdir. Yazıram 2 üstü 20 bit bölünsün n bitə. N-im nə qədərdir? N-imi də tapdım demək 8 bit.
Yəni 2 üstü 3. 220-ni 2 üstü 3-ə böləndə bu mənə verir 2 üstü 17. Demək, mənim təsvirimin hasili 217 olmalıdır. Baxım görün burada 217 hansı variantdır? Söhbət 41-ci sualdan gedir. 217 bax, 209, 208 C variantında. Bunun hasili nə verir mənə? 217-ni verir. Baxın C variantıdır. Sonra 42-ci suala diqqət eləyirik. Deyir, əgər rəng dərinliyi balaca eni soruşur. Balaca eni deyir. Əgər rəng dərinliyi 9 bit olarsa, palitradakı rənglərin maksimal sayını soruşur. Böyük eni. Böyük eni nəyə bərabərdir? 2 üstü kiçik en. Yəni 2 üstü neçə? 9. 2 üstü 9-da 512-dir. Elədir C variantı 42-də. İndi keçirik 43-cü suala. Deyir, raster qrafik təsviri failin çevrilməsində onun yalnız rəng palitrası dəyişmişdir. Nəticədə failin həcmi 4 dəfə azalmışdır. Əgər çevrilmədən sonra 4 rəng çalarlı təsvir alınmışdırsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunmuşdur? Baxaq görək bir. Baxın, 43-cü sual. Deyir ki, 4 dəfə azalıbsa, əgər rəng çalarından söhbət gedirsə böyük en. 4 dəfə azalıbsa, bu nə deməkdir? Baxın, 4 dəfə azalıb. 4 dəfə azalıb və çevrilmədən sonra da rəng çaları 4 olub. 4 olubsa onda balaca eni nəymiş bunun? Bunun balaca eni 2 imiş. 2 imiş. Deyir ki, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunub? Rəng çalarından istifadə olunub deyir. İ'si bərabərdir. Burada i nəyə bərabərdir? 4 dəfə 2 8-ə. Onda böyük en nəyə bərabər? i yox, üzr istəyirəm. En. En bölək 4 bərabərdir 2-yə. En nəyə bərabərdir burada? 8-dir. Onda böyük en nəyə bərabərdir? 2 üstü 8-ə. Yəni 256-ya. Ona görə də cavabım nə oldu? D variantı olmuş oldu 43-cü sualda. 44-ə keçid alırıq. Deyir, avtomatik fotokamera 1024x600 ölçülü raster qrafik təsvir yaradır. Bu halda şəkil failinin informasiya həcmi 300 kilobaytı aşmır. Palitrada olan rəng çalarlarının sayı maksimum neçə ola bilər? Baxın. Demək, 44-cü sualdan söhbət gedir. 44-cü sual. Deyir, avtomatik fotokamera 1024x600 ölçülü qrafik təsvir yaradır. Mənim A vuraq B-im nə qədərdir? Demək, 1024-1024-ü belə yazaram. 210 vuraq 600 kimi. Aha. Və həcmim də nə qədərdir? 300 kilobaytdır. H bərabərdir 300 kilobayt. Deyir, palitradan rəng çalarlarının sayı böyük eni soruşur. Mənim böyük enim nəyə bərabərdir? 2 üstü kiçik en. Mən burada əvvəl eni taparam, sonra da 2-nin qüvvətinə ataram bu eni. Mənim həcmim nəyə bərabərdir? H bərabərdir A vuraq B, bir də vuraq n bit. Bax, bu standart sual, demək, standart sualdır. Amma burada aşmır sözü ola bilər ki, sizə biraz qeyri-adi gələr. Bayaq dərsdə demişdim, indi təkrar bu testlərin izahında bir də deyirəm. Baxın, burada elə bildiyimiz qayda ilə əvvəl eni tapırıq. Yazıram n bit bərabərdir. H-ım nə qədərdir? 300 kilobaytdır. Bunu da 213-ə bölürəm ki, bitlə tapım. H, yəni 300 vurulsun 213 bölünsün A vuraq B. A vuraq B nədir? 210 vuraq 600-dür. 600. Baxın, burada 300 ilə 600 ixtisar gedir. Burada qalır 2. Demək, surətdə nə qaldı? Surətdə qalıb 213, məxrəcdə qalıb 210 vuraq 2. Bu da eləyir 211. 213-ü 211-ə böləndə, demək, əsaslar bərabərdir, üstlər çıxılır. 13-dən 11-in çıxanda qalır 2-si. 2 üstü 2. Bu da mənə verir 4-ü. 4 nə? Biti. İndi məndən böyük eni soruşur, axı. Mən tapdığım balaca endi. Balaca endi. Məndən böyük eni soruşur. Böyük en bərabərdir 2 üstü balaca en. Yəni 2 üstü 4-ə. O da bərabərdir 16. 16 cavab elədi E variantı. Amma aşmır məsələsi var. Gəlin, bax, ona diqqət eləyək. Əgər burada enin yerində, balaca enin yerində 2 tam nə qədərsə, tutaq ki 4-mü və yaxud da enin yerində 5 tam onda 9-mu, bax, belə bir ədəd almış olsaydınız,
Aşmır söhbətinə görə bunu yuvarlaqlaşdırıb 5,9-u 6 götürə bilməzdin, olmaz. Məsələn, 2,5 götürmüsənsə, alınıbsa və yaxud da 2,1-dirsə və yaxud da 2,9-dursa, fərqi yoxdur. Necə olur olsun, bunu yuvarlaqlaşdırıb 3 ala bilməzsən. Mümkün deyil. 3 alsan, onda 300 kilobaytı aşmış olar. Elə eni neçə alırsansa, 2,1 alsan da 2 götürürsən, 5,9 alsan da 5 götürürsən. Bax, bu aşmır məsələsi bu cürdür. Yəni, ona diqqət eləyirsiniz. Demək, 44-cü sualda cavabımız nə oldu? E variantı. 45-ci suala keçid alıq. Görək 45-də nə deyir? Deyir, hər bir səhifədə 24 sətr, hər sətirdə 16 simvol və 1024 simvollu əlifba ilə kodlaşdırılmış 160 səhifədən ibarət kitabın çap sürəti 64 bit saniyə olan printerdə neçə dəqiqəyə çap etmək olar? Çox qəşəng sual nümunəsidir. Biz fizikadan da keçmişik. Sürəti tapmaqdan ötürü mən həcmi burada nəyə bölməliyəm? Demək, zamanı tapmaqdan ötürü həcmi nəyə bölürdüm? Bölürdüm sürətə. Amma mənim həcmim konkret özü verirdi. İndi həcmimi konkret verməyib, amma həcmimi tapmaq üçün mənim əlimdə nələr var? Lazım olan hər bir şey mənim əlimdə var. Mən əvvəl həcmi buradan özüm taparam. Bax, sətri verib. 45-ci sualdır. Bax, 45-ci sual. Bax, sətri verib. Sətr nə qədərdir? 24-dür. Sonra simvol. Biri var 16 simvolla əlifba. O bunun böyük yenidir. Amma biri də var 16 simvol. SS-imdir, simvol sayım. 16-dır. Sonra 1024 simvollu əlifbada böyük yenim, bax bu əlifba deyirsə böyük yenimdir, 1024-dür. Amma mənə böyük yeni lazım deyil, kiçik i lazımdır, o da 10 bitdir. 160 səhifədən ibarətdir. Səhifə sayımda nə qədərdir? 160. Aha. Bax bu məlumatlar mənə həcmi tapmağa köməklik eləyir. Əvvəl mən buradan həcmi taparam. H bərabərdir. Sürətimi nə verib? Sürətimi də verib 64 megabit saniyə. Sürətimi də verib 64. Demək, megabit nədir? Bit bölünsün saniyə. Lap yaxşı. Bu da 2/6-dır. Bit bölək saniyə. Əla. Mən buradan əvvəl həcmimi taparam. Sonra həcmimi bax bu surətə bölərəm ki, zamanımı tapım. Məndən zamanı istəyir. H bərabərdir. Demək, sətrim nə qədərdir? 24. Yazaram bunu 3 vuraq 8 kimi. 3 vuraq 2/3. Vuraq 16 SS. 2/4. Vuraq 1024 simvollu əlifbadı 1024-ə vurmuram. Vururam 10 bitə. Onu da yazıram 2 vuraq 5 kimi. Sonra bir də vuraq 160-a. 160-a. Aldığım cavab bitləndir. Bitləndir. Elə belə də saxlayıram. Bərabərdir. Demək 3 vuraq 160. Bir də vuraq 5. 2-nin qüvvətləri nə qədərdir? 3, 4, 7, bir də 8. 2 üstü neçə elədir? 8 nə? Bit. Bax, bu mənim haşımdır. Sürətim nə qədərdir? Bax, 2/6 bit bölək saniyə. Mənim sürətim də 2/6 bit bölək saniyədir. İndi məndən nəyə soruşur? Zamanı soruşur. Zamanımı tapa bilərəm də. Həcmi bölürəm sürətə. Həcmim nə qədərdir? Baxın, yuxarıda. Demək, 3 vuraq 160. Bir də vuraq 5. Bir də vuraq demək nə? 165, 163 vuraq 160, vuraq 5, vuraq 2/8. Bitdi, bit. Bölünsün 2/6. Bit bölək saniyə. Bitlər ixtisar gedir. Saniyə yuxarı qalxasıdır. Baxaq görək cavab nə eləyir? Demək 2/6-dır, bu da 2/8-dir. 2/8-i 2/6-ya böləndə mənə nə verir? 8-dən 6-sını çıxanda 2 qalır da 2/2 4 eləyir. 4 dəfə 5-in nə eləyir? 20. Bunu hesablayaq da. Demək 3 vuraq 160. Bu mənə verdi 480. Bunu da vururam 5-ə həm də 4-ə. 5-ə həm də 4-ə.
Bu mənə verir 9600 saniyə. Eləmi? Amma məndən nə ilə istəyir? Dəqiqə ilə istəyir. Mən 9600 saniyəni dəqiqəyə çevirməkdən ötürü mən 60-a bölərəm. Bunu da 60-a böləndə mənə verir nə? 160 demək dəqiqəni. 160 dəqiqəni. 160 dəqiqədə harda oldu? A variantında. Demək, bir də məsələnin üstündən keçirəm. Məsələdə mənə nə deyir? Söhbət 45-ci sualdan gedir. Məsələdə mənə zamanı tapmaq tələb olunur. Mən bilirəm ki, zamanı tapmaqdan ötürü həcmimi nəyə bölməliyəm? Sürətə bölməliyəm. Sürəti verib. Burası mənə məlumdur. Bu heç. Amma mənim həcmim verilməyib. Zamanı tapmaqdan ötürü həcmimi sürətə bölməliyəm. Sürətimi verib, həcmimi verməyib. Həcmimi tapmaqdan ötürü mənə məlumatlar verilir. Nə verib? 24 sətir, 16 simvol, 1024 simvollu əlifba, bir də 160 səhifə verib. Mən 24-ü vuraram 16 səhifəyə, 1024 simvollu deyəndə bir də 10 bitə vuraram, bir də 160 səhifəyə vuraram. Aldığım cavabı bitlə verib. Bitlə də saxlayıram. Niyə? Çünki mənim həcmimi taparam bitlə. Bax, bitlə tapdım. Baxın, burada heç nəyə çevirmədim. Niyə çevirmədim? Çünki mən zamanı tapmaqdan ötürü həcmi surətə bölməliydim. Mənim surətim də bit saniyə ilə verilmişdi. Həcmimi də bitlə tapdım. Ona görə ölçü vahidləri eynidir deyə da bir də bunu çevirmədim. Elə 3 vuraq 160, vuraq 5, vuraq 2 üstü 8 bit kimi qaldı. O həcmimi. Həcmimi də böldüm nəyə? Surətə. 2 üstü 6 bit bölə saniyə. Böldüm. Buradan tapdım nə? 9600 saniyə. Axı 9600 saniyə burada saniyə ilə verilməyib. Məndən dəqiqə ilə cavabı soruşur. 9600 saniyəni də dəqiqəyə çevirməkdən ötürü 60-a böldüm. Bu da mənə verdi 160 dəqiqə. Ona görə 45-ci sualda cavabım nə oldu? A variantı. İndi keçirəm növbəti sual nümunəmizə, 46-cı sualı. Buranı təmizləyim. Hı -hı. 46-cı sualda deyir ki, dəftər ifadəsini, dəftər sözünü 256 simvollu əlifba ilə kodlaşdırılarsa, informasiyanın həcmi neçə bayt olar? Dəftər sözünün simvollarının sayını tapıram. Dəftər sözündə neçə dənə simvol var? Baxın. Dəftər sözündə görək neçə simvol var? 1, 2, 3, 4, 5, 6. 46-cı sualda. Mənim simvollarımın sayı nə qədərdir? Simvollarımın sayı 2, 4, 6-dır. 6-dır. 256 simvollu əlifba deyirsə, bu mənim böyük yenimdir. Mənim böyük yenim 256-dırsa, onda bir simvoluma düşən informasiyanın dəyəri i'im nədir? 8 bitdir. Məndən nəyə soruşur? Həcmi soruşur. Həcm bərabərdir simvollarımın sayının 6-nı vuraram 8 bitə. Bu deyiləyər 48 bit. Amma baxıram ki, məndən cavabı baytla istəyir. Nə ilə istəyir? Baytla istəyir. 48 biti də 8-ə bölərəm. Bu da düşər 6 bayt. 6 bayt da nədir? E variantıdır. Və yaxud da ki, baxıram belə yazıram. Heç bunu elə yazmıram. Burada neçə dənə simvol var? Mən bilirəm ki, 256 simvollu əlifbada mənim i'im nədir? 8 bitdir. 8 bitdir. Simvollarımın sayı 1, 2, 3, 4, 5, 6. 6 dəfə 8-in 48 bit eləyir. Məndən baytla istədiyinə görə 48 bitdə 8-ə böləm 6 bayt. Yəni heç yazmağa da ehtiyac yoxdur. Bu cürdə yaza bilərsiniz.
47-ci sual. 47-ci sualda nə deyir? Deyir ki, demək, elektron nəşr 240 səhifədən ibarətdir. Hər səhifədə 32 sətr, hər sətirdə 16 simvol var. Bu nəşr Unicode standartı ilə kodlaşdırılarsa, failin informasiya həcmini kilobaytla tapın. Məndən həcmimi soruşur. Standart sual nümunəsidir. Hamısını bir-birinə vurub həcmimi tapıram. Baxın, demək 47-ci sualda. 240 səhifədir. 240 vurulsun. Hər səhifədə 32 sətr var. 2 üstü 5 vurulsun. Hər sətirdə 16 simvol var. 2 üstü 4 vurulsun. Və Unicode standartında kodlaşdırılıbsa 2 bayta vururam. Vuraq 2 bayt. Və məndən kilobaytla istəyir həcmimi. Həcmimi kilobaytla istədiyinə görə aldığım baytla da 2 üstü 10-a bölürəm. 1024-ə kilobayta çevirirəm. Baxıram, baxın, burada 5-in üstünə əsaslar bərabərdir, üstlər toplanır. 2 üstü 5-i 2 üstü 4-ə vuranda 2 üstü 9, onu da 2-yə vuranda 2 üstü 10 eləyir. Bax, bu hissə ilə bu gedir. Yerdə qalır elə 240 nə? Kilobayt. 240 kilobayt hansı variant oldu? B variantı 47-ci sualda. İndi 48-ci suala keçid alırıq. 48-ci sualda deyir ki, 1024 simvoldan ibarət olan məlumatın həcmi 2 kilobaytdır. 2 kilobaytın 8də bir hissəsi qədər olarsa, bu məlumatın yazıldığı əlifbanın gücünü müəyyən eləyin. Baxaq. Əlifbanın gücünü müəyyən eləyək də. Deyir ki, 1024 simvoldan ibarət olan məlumat. SS-im mənim nə qədərdir? 1024. Deyir, 2 kilobaytın 8də bir hissəsi qədər olarsa, bu məlumatın yazıldığı əlifbanın gücünü tapın. Məndən əlifbanın gücünü tapır. SS vurulsun əlifbanın ibiti. Bərabərdir həcm düsturum var mənim. Düzdürmü? Mən burada əlifbanın gücünü tapmaqdan ötürü böyük yeni 2-nin üstündə i yazmalıyam. I məndə nə ilə olmalıdır həmişə? Bitlə olmalıdır. Ona mən görəm, mən 2 kilobaytın 8də bir hissəsini tapmaqdan ötürü elə 2 kilobaytı bəri başdan bitə gətirirəm. Yazıram h bərabərdir 2 kilobayt. 1 kilobaytın 213 bitdi. Onda 2 kilobaytın 2 vuraq 213 olacaq. 214 bit eləyir. Aha. Deyir, indi məlumatın həcmi 2 kilobaytın 8də bir hissəsi qədərdir. İndi 214-ün nəyin tapıram? 8də bir hissəsini tapıram da. Deyir, həcm bu qədərdir. 214-ün 8də bir hissəsi 214-ü 8də 1-ə vurmaq deməkdir. Yazıram 214 vurulsun. 8də 1-də 2 üstü mənfi 3 deməkdir. 214-ü 2 üstü demək mənfi 3-ə vuranda bu neçə eləyir? 2 üstü 11. 2 üstü 11. Yəni 2 üstü 11. Aha, mənim haşım 2 üstü 11-dir. İndi mən burada məndən böyük demək əlifbanın gücünü istəyir. Böyük yenimi istəyir. Mən böyük yeni tapmaqdan ötürü əvvəl i-ni tapmalıyam ki, 2-nin qüvvətini atım. Yazıram, SS-im nə qədərdir? 1024. Həcmim nə qədərdir? 211 tapdım. Nəyə görə? Deyir 2 kilobaytın 8də bir hissəsi qədər olarsa. Mən 2 kilobaytı 2 üstü bitə çevirdim. 214 elədi. Onun da 8də 1-ini tapdım. 8də 1-ini tapmaqdan ötürü 214-ü 8də 1-ə vuranda 214 vuraq 2 üstü mənfi 3 yazdım. Bu da verdi 211. İndi mən burada i-ni tapıram. Bax, bu düsturumdan i-ni tapıram. i nəyə bərabərdir? H bölünsün SS simvol sayına. H-ım nə qədərdir? Bax, tapdım 211. 211 bölünsün SS-ə. S-im nə qədərdir? SS-im 1024. 210. 211-i 210-a böləndə mənə 2 üstü 1, yəni 2-ni verdi. Amma tez qaçıb gedib 2-ni nişanlamırıq. Niyə? Çünki məndən nəyə soruşur? Əlifbanın gücün, yəni böyük yeni soruşur. Mən bilirəm ki, mənim böyük yenim bərabərdir 2 üstü balaca i. i-ni neçə tapdım? 2 tapdım. Onda 2 üstü 2, bu da mənə verir 4. Bu hansı sual idi? 48-ci sual. Mənə verdi 4, A variantı 48-də. İndi 49-cu suala keçid alırıq. Deyir ki, 49-da. Görək nə deyir. Deyir, bir işçi haqqında məlumat 2048 simvol olduğunu bilərək 8192 sayda işçi haqqında məlumat neçə ədəd 2 megabaytlıq diskə tam yerləşdirmək olar. Məlumat ASCII-də kodlaşdırılıb.
Baxın, təkrar bir də oxuyuram. Deyir, bir işçi haqqında məlumat 2048 simvol olduğunu bilərik. Bir işçi haqqında məlumat, bax, bir işçi haqqında məlumat 2048 simvoldur. Simvollarımın sayı mənim 2048-dir. 2048 nə deməkdir? Yəni 211-dir. Və məlumat isi bunun demək, isi nədir? 1 baytdır. 1 baytdır. Ondan bunun həcmi bir işçi haqqında həcm nəyə bərabərdir? SS vurulsun məlumatın ibiti, yəni 1 bayta. 211-i mən vururam 1 bayta. Bu deyilir 211 bayt. Aha. Bu bir işçi haqqında məlumatımdır mənim. Bir işçi haqqında məlumatım 211 baytdır. Deyir, yaxşı, bəs 8192 sayda işçi haqqında məlumatı neçə ədəd 2 megabaytlıq diskə tam yerləşdirmək olar? Mən əvvəl tapım görüm 8192 sayda işçi haqqında məlumat neçə megabaytdır? Bax, bir işçi haqqında məlumat 211-dir. Mən də onu megabayta çevirərəm. 211-i megabayta çevirən, 211 baytı megabayta çevirəndə 200-ü heç bölmürəm, yox. Elə qoy belə qalsın. İndi bir işçi haqqında məlumat 211 baytdır. Onda 8192 sayda işçi haqqında məlumat nə qədər olacaq? 211-i vuraram. 8192-də 213-dür. 213-ə. Bu eləyər 200-dür. Neçə? 3-dən 1, 4. 224 nə? Bayt. Mən bunu deyir, indi 2 megabaytlıq diskə neçə dəfə yerləşdirmək olar? 224-ü mən 220-yə bölərəm. Bu mənə verər 204. Bu da verəcək 16. 16 nə? Megabayt. Demək 8192 işçi haqqında məlumat nə qədərdir? 16 baytdır. İndi bunu deyir, neçə ədəd 2 megabaytlıq diskə yerləşdirmək olar? 16 megabaytı 2-yə böləndə düşür 8, demək disk. 8 dənə mənə nə lazımdır? Disk lazım olmuş olur. Demək 49-cu sualda cavabımız nə oldu? Demək E variantı olmuş oldu. İndi keçirik 50-ci suala. Deyir ki, 50-ci sualda məlumat 2048 simvollu əlifba standartı ilə kodlaşdırılıb. Bu məlumat ASCII standartına keçirilən zaman onun həcmi 6 kilobayt azalıb. Məlumatın neçə simvoldan ibarət olduğunu müəyyən edin. Baxın. Əvvəl baxıram. Əvvəl mənim məlumatım 2048 simvollu əlifba idi. 2048 simvollu əlifbamda bir simvolum 11 bitdir. Amma ASCII standartına keçəndə bir simvolum 8 bit olub. Simvol sayı nə qədər azalıb? Neçə bit azalıb? Bax, yazıram belə. Simvol sayı vurulsun 11 bit. Nəyə keçib? Demək 8 bitə çevriləndə, simvol sayı vurulsun 8 bitə çevriləndə bunun həcmi nə qədər azalıb? 6 kilobayt azalıb. Deyir, məlumat neçə simvoldan ibarətdir? 11-dən 8-in keçəndə bu tərəfə keçiriləndə onlur simvol sayı vurulsun 3 bit. 11-dən 8-in çıxdın oldu 3 bit. Bərabərdir 6 kilobayta bu tərəfə keçir. İndi kilobaytı bitə bölmək olar? Yox. Onu məcburam 6 kilobaytı bitə çevirim. 213-ə vurum. Onda simvol sayı bərabərdir. Bax 6 ilə 3 ixtisar gedir. Burada qalır 2. Bitlər də ixtisar gedir. Burada da bit var idi. Bitlər də ixtisar gedir. 2-ni də 213-ə vuranda 214 eləyir. Demək, neçə simvol var? 214 dənə simvol olmuş olur. Ona görə də 50-ci sualda cavabımız nə oldu? E variantı olmuş oldu. Demək, bugünlük 50-yə qədər izah elədim. Səhər axşam da 50-dən növbətiləri izah eləmiş olacam. Gecəniz xeyrə qalsın. Çox sağ olun.